Dövlət İmtahan Mərkəzi 2-ci və 3-cü ixtisas qrupları üzrə 25 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib. Bu imtahanda 2-ci ixtisas qrupu üzrə ən yüksək nəticəni 391,7 bal toplayan Ucar rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Cənnətov Fuad Əlikramoğlu göstərib. O imtahanın birinci mərhələsində 282,3 bal toplayıb. Hər iki mərhələnin cəminə görə isə İkinci ixtisas qrupu üzrə ən yüksək nəticəni 680,0 bal toplayan Bakı Türk Liseyinin məzunu İsmailzadə Xədicə Xaliq qızı göstərib. O imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 380 bal toplayıb. Bu imtahanda 3-cü ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 2 nəfər Qax rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Hümmətli Çiçək Hümmət qızı və Qazax rayonu 1 saylı şəhər tam orta məktəbinin məzunu İbrahimov Əli Rustanoğlu göstərib. Hümmətli Çiçək Hümmət qızı imtahanın birinci mərhələsində 297,5 bal toplayıb. O, hər iki mərhələnin cəminə görə 3-cü ixtisas qrupu üzrə 697,5 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyentdir. İbrahimov Əli imtahanın birinci mərhələsində 290 bal toplayıb.